Təsəvvür edin biz sizlə birlikdə klassik dövrün Yunanlarıyıq. Bugünkü bolluğumuzla o zaman yaşasaydıq, əminəm, biz yalnız kvadrat saatlar taxardıq. Çünki düz bucaq insan zehninin zəfəridir. Kvadrat bucaqlar içində olan ən sərt, ən dürüst olandır. Mən Əli və zehni təcəssümü olan kvadrat saatları bugün sizə təqdim edəcəm. Jacques Limon ilə tanış olun. 1941A tam qara rəngdə təqdim olunan bu model keramika korpusu və bilərziyi ilə həm yüngül, həm də davamlıdır. Kvadrat forması ona fərqli və ciddi xarakter verir. Safir şüşə cızılmalara qarşı yüksək dayanıqlı deməkdir. Xronograf funksiyası isə gündəlik istifadə üçün həm praktik, həm də texnoloji üstünlükdür. Metalik detallarla sadəlik və zəriflik arasında incə bir balans qurulur. Bu saat diqqət çəkmir, amma baxanlarda təsir buraxır. Ingersoll 19-cu əsrin sonlarında yaranmış Amerikalı. Uzun və zəngin tarix, güclü mexanika və özünə məxsus dizayn anlayışı ilə seçilir. Bu saatlar sadəcə zaman göstəricisi deyil, xarakterin ifadəsidir. Dizaynı sadə deyil, məqsəd yönlü və düşünülmüşdür. İndi isə gəlin bu brendin bizə nə təqdim etdiyinə nəzər salaq. Qarşınızda Ingersollun Olli kolleksiyası. Tarix və texnologiyanın harmoniyası bu kolleksiyada öz əksini tapır. Eyni quruluş, eyni hərəkət, fərqli görünüşlər. Skeleton siferblat, avtomatik mexanizm və klassik dəri kəmər. Təsəvvür eləsən İsveçrədəsən. Zaman dəqiqdir, heç gün tələsmir. Fredrik Konstant elə bu ruhun içində doğur. Nəyisə sübut etmir, sadəcə var. Dizaynı təmizdir, mexanikası keyfiyyətli. Ən əsası isə hissi var. Və budur, onun klassik kvadrat modeli. Kvadrat korpus, açıq balans, avtomatik mexanizm. 12-də döyünən pəncərə, saat danışmır, amma yaşayır. 2 versiya. Qızılı korpus qəhvəyi kəmər, gümüşü korpus qara kəmər. Mexanizm İsveçrədir, şüşə sapfir, arxasında şəffaf, nə varsa açıq göstərir. Və bir sual qalır, bugün hansı hissi yaşamaq istəyirsən? Zaman dəyişir, dizaynlar, amma kvadrat forma həmişə eyni qalır. Köşəli, dürüst və öz yerində. Bu videoda onun kimi. Dəqiq başladı, kvadrat bitdi. Və siz də bütün bu söhbətə düzbucaqlı ekrandan baxdınız. Ona görə forma təsadüfi deyildi.